Bu ilin yanvarından ölkəyə idxal olunan avtomobillərin gömrük rüsumu bilirsiniz ki, artıq bərpa olunub. Eyni zamanda ləğv edilən 18% əlavə dəyər vergisi də geri qaytarılıb. Təxminən bir ay zaman keçib və bunun bazara təsirləri artıq yavaş-yavaş hiss olunur. Satıcılar avtomobillərini satmaqda çətinlik çəkir. Alıcılar isə istədiyi avtomobili tapa bilmirlər. Avtomobil də ya qiymət ya da keyfiyyət baxımından əlverişli olmur. Elə biz buna dair araşdırma aparmışıq. 2022-ci il yanvarın 1-dən ölkəyə idxal olunan elektrik və hibrid mühərrikli avtomobillər gömrük rüsumundan azad edilmişdi. Eyni zamanda satış üçün əlavə dəyər vergisi də ləğv olunmuşdu. Lakin bu il yanvarın 1-dən bu güzəştlər ləğv olundu. Yəni idxal olunan avtomobillər üçün gömrük rüsumu tutulur. Əlavə olaraq elektromobillərin satışı üçün əlavə dəyər vergisi tələb olunur. Onun faizlə göstəricisi isə 18-ə bərabərdir. Yəni rəqəmlə ifadə eləsək, 20 minlik maşın üçün 3600 manat, 40 min manatlıq avtomobil üçün isə 7200 manat əlavə dəyər vergisi ödənilir. Məsələ ilə əlaqədar avtomobil bazarına üst tutduq. Satıcılar deyirlər ki, bazarda durğunluq yaşanır. Əsas fərq isə özünü ötən ilin dekabr ayının sonları ilə bu ilin yanvar ayı arasında göstərir. Əvvəlkinə baxanda keçənləri ilin sonuna yaxın alver yaxşılaşmışdı. İndi yenə də stabilləşib. Hal-hazırda avtomobil bazarında nisbi durğunluqdur. Yanvarın 1-dən tətbiq olunan rüsumdan sonra Amerika avtomobillərinə daha maraq artıb. Bazarda benzin mühərrikli avtomobillər, hibrid mühərrikli avtomobillər üstünlük daha çoxdur. Yox, indi o Kitay maşınları çıxandan bunlar zəif işləyir. Qabaqlar bunlar çox qəşəng alınırdı, bazarda yaxşı idi. İndi 18 min almışam, qiymətindən aşağı 17 minə verirəm. Bazarda əvvəl vəziyyət elə idi ki, yəni bir alıcı var idi, bir satıcı. İndi vəziyyət elədir ki, satıcıdır, bir də maşına baxandır, alıcı yoxdur yəni. Əvvəl məsələn bir maşına 5 nəfər gəlib baxırdı ki, müştərilər arasında yəni danışırlar ki, mən alım falan. Amma indi elə şey yoxdur. İndi 5 nəfərdən biri gəlir, o da deyir ki, pulum yoxdur, çıxıb gedir. Satıcılar deyirlər ki, qiymətə təsir eləyən digər məqamlar da var. Sosial şəbəkələrdə avtomobillərin satışı, xarici ölkədən sürmə üçün gətirilən avtomobillərin ucuz başa gəlməsi alıcı canlılığına təsir eləyən əsas amillərdəndir. Məsələn, səhifələr çıxıb maşını yəni çox aşağı qiymətə satırlar. Yəni cəmaət ona aldanır. Yəni 30 minlik maşını satırlar 15 minə, cəmaət deyir ki, 15 minə satırlar da, mən nə gedim bunu 30 minə alım. Amma fikirləşmirlər ki, sabahsı gün necə bir problemlə üzləşə bilərlər. Xaricdən maşın gətirmək artıq asanlaşıb. Yəni cəmaət fikirləşir ki, mən burada bu maşına 30 min verməkdənsə, xaricdən özüm gətirim, 5 min manat qabağa düşüm. Satıcılar onu qeyd edirlər ki, ümumiyyətlə bazarda alıcılar azdır. Elə biz bazarda olduğumuz müddətdə də bunun şahidi olduq. Satıcı çox, alıcı isə az. Ümumi mənzərə isə benzin mühərrikli avtomobillərin üstünlük təşkil elədiyini göstərirdi. Alıcıların əksəriyyəti bugün benzinlə çalışan avtomobil almaq istədiklərini vurğulayırlar. Elektrik maşınlara o qədər üstünlük verim, amma benzin maşın baxmaq istədim. Amma mən deyən maşını tapa bilmədim da. Mənim üçün də elektrik avtomobillər maraqlıdır. Sadəcə bazarda hal-hazırda demək olar elektrik avtomobil yoxdur. Bu isə biraz məyus edici məqamdır. Burada isə əksəriyyəti hamısı daxili yanma mühərrikli olan avtomobillərdir. Yəni mənə qaynə eləmir hələ ki. Qiymətlərə gəlincə isə daxili yanma mühərrikli avtomobillərdə əgər sadalayırıqsa, qiymətlər əvvəlki müddətlərə görə bəli biraz bahalaşma var. Hansı ki 1000-2000 manat qiymət fərqi var. Məsələn dekabr ayından indiki ilin əvvəli ilə artıq 1000-2000 manat qiymət fərqi var. Yəni 22 min, 23 min, 24 min civarında qiymət olsun, amma yəni o pulu deyirlər, amma o maşın deyil də. Məsələn yürüyüşünə görsən ki o deyil, salona baxsın o deyil. Yəni 24 min deyir, amma o 24 min pulu verməyə dəymir. Biz hal-hazırda benzin avtomobillə çox üstünlük veririk. Ucuz 10 min, 15 min civarında. İstədiyiniz avtomobili görə bilirsinizmi? Varmı? Bəli, var. Avtomobil çoxdur. Satıcı çoxdur. Alıcı nisbətən az olmağına baxmayaraq alıcı var. Görünən odur ki, bazarda qiymət və keyfiyyət alıcıları qane eləmir. Alıcılıq qabiliyyətinin aşağı olması da satıcıları. Yəni bir sözlə bazarda durğunluq özünü biruzə verir. Elektrik və hibrid avtomobillərə gömrük rüsumunun və əlavə dəyər vergisinin bərpa olunmasına baxmayaraq, bazarda əsas gözə dəyən benzinlə çalışan avtomobillərdir. Qiymətlər isə avtomobilin fərdi xüsusiyyətinə görə dəyişir.